Charles Darwin desəm hamınız tanıyacaqsınız. Bəs İbn Miskevey? İbn Miskevey Charles Darwin'dən 9 əsr öncə təkamül teoremini ortaya atmışdı və o İslam dünyasının ən böyük alimlərindən biridir. Nəzərə almaq lazımdır ki, Charles Darwinin dövründə tədqiqatlar aparmaq daha mümkün idi. Və İbn Miskevey'ə görə canlılıq minerallardan bitkilərə, bitkilərdən heyvanlara, heyvanlardan isə insanlara doğru bir yol qət edirdi. Buna baxmayaraq biz həmin şəxsi çox az tanıyırıq. Gəlin bu haqqda danışaq. Əbu Əli Əhməd İbn Məhəmməd Miskevey təxminən 1000 il əvvəl həyatın mənşəyi və təkamülü haqqında öz nəzəriyyəsini ortaya atmış bir alimdir. O həyatın sudan başladığını düşünürdü və maraqlıdır ki, bu fikrin düzgün olduğu sonradan elm tərəfindən də təsdiqləndi. Əslində Miskevey təkamül ideyasını Əl-Cahizin yanaşmasına bənzər şəkildə izah etmişdi, amma daha geniş və daha detallı şəkildə. Onun təkamül nəzəriyyəsi Əl-Fəvz Əl-Əsğər kitabında verilib. Amma onun nəzəriyyəsi ilə bugünkü təkamül nəzəriyyəsi arasında əsas bir fərq var. Bugünkü təkamül nəzəriyyəsinə görə proses təsadüfi və öz-özlüyündə baş verən bir prosesdir. Amma Əl-Fəvz Əl-Əsğər kitabında İbn Miskevey'in qeyd etdiyinə görə isə bütün bu proseslər yaradanın qərarı tərəfindən verilir və o hətta öz kitabının ilk fəslində yaradanın varlığını sübut edir və bu prosesin heç də öz-özlüyündə baş verən bir proses yox, bir qanuna uyğunluğu olduğunu və Tanrının, yaradanın, Allahın burada bir hökmü olduğunu göstərirdi. Məhəmməd İqbal onun təkamül nəzəriyyəsini belə xülasə edir. Miskevey'ə görə təkamülün ən aşağı pilləsində olan bitkilər yaranmaq üçün toxuma ehtiyac duymur və onlar növlərini toxum vasitəsilə artırmırlar. Bu bitkilər minerallardan yalnız cüzi hərəkət qabiliyyəti ilə fərqlənirlər. Zaman keçdikcə bu hərəkət gücü artır. Bitkilər budaqlanmağa başlayır və toxum vasitəsilə çoxalma baş verir. Daha da inkişaf etdikcə magistral, yarpaq və meyvəsi olan ağaclara qədər yüksəlirlər. Sonrakı mərhələdə isə bitkilərin inkişafı üçün daha keyfiyyətli torpaq və daha yaxşı iqlim lazım olur. Bitkilər aləmi üçün üzüm və xurma ağacı ən yuxarı səviyyə hesab olunur. Çünki xurma ağacında cinsi fərqlərlə yanaşı, həmçinin heyvan beyninə bənzər mərkəzi bir sistem ortaya çıxır və inkişaf edir. Hansı ki, xurmanın həyatı bu mərkəzin sağlamlığından asılıdır və bu heyvan aləminə keçidi təmsil edir. Heyvan aləminə keçid isə torpaqdan asılılıqdan qurtulmaq, yəni sərbəst hərəkət edə bilmək ilə başlayır. Bu mərhələnin ilk xüsusiyyəti toxunma hissinin meydana çıxmasıdır. Görmə hissi isə duyğuların inkişafının ən son mərhələsində formalaşır. Duyğular tam formalaşdıqca heyvanların hərəkət azadlığı artır. Qurdlar, sürünənlər, qarışqalar, arılar buna misaldır. Təkamülün heyvanlar aləmində zirvə nöqtəsi 4 ayaqlılarda at, quşlarda isə şahindir. Bundan sonra isə mərhələ insanla heyvan arasında keçid olan meymuna çatır. Onun fikrincə meymun insana keçidin bir mərhələsi idi və o bunları öz müşahidələrinə əsaslanaraq sübut etməyə çalışırdı. Baxmayaraq ki, onun dövründə bunlar çox da mümkün olan şeylər deyildi. Buna baxmayaraq onun təqdim etdiyi məlumatlar çox inandırıcı və sistematik idi və hətta o belə deyirdi. Hər bir heyvan əslində heyvan olmayan bir şeydən yaranır. Çünki maye özü heyvan deyil. Maye qandan əmələ gəlir. Qan qidadan, qida bitkilərdən, bitkilər ünsürlərdən, ünsürlər atomlardan, atomlar isə forma və maddədən. Bugün tibbi elm təsdiq edir ki, maye milyonlarla spermatozoid ehtiva edir və onlar yumurta hüceyrəsi ilə birləşdikdə embriona çevrilirlər. Bu mənada Miskevey'in düşüncəsi qismən doğru çıxır. Amma onun bütün fikirləri müasir elm ilə üst-üstə düşmür. Onun fikrincə bütün orqanizmalar qanuna uyğunluq şəkildə videonun başında dediyim kimi mineraldan bitkilərə, bitkilərdən heyvanlara, heyvandan isə insana doğru bir yol qət eləyir. Amma müasir elmə görə bu heç də belə deyil. Müasir elmə görə heyvanlarla bitkilər bir-birindən ayrı formada inkişaf edib. Amma İbn Miskevey'ə görə bunlar heç də bir-birindən ayrı yox, bir-birinin mərhələsi olaraq inkişaf etmişdir. Açığı mən şəxsən İbn Miskevey'ə daha yaxınam bu fikirdə, amma təbii ki, hamının öz fikridir və nəzərə almaq lazımdır ki, bu hamısı bir nəzəriyyə. Hələ ki, sübut olunmuş heç bir şey yoxdur. Əgər videonu bura qədər izləmisənsə, deməli bəyənmisən. Ona görə bəyənməyi unutma və əgər belə videoların davamlı gəlməyini istəyirsənsə, bunu mənə bildir.